Salam, hörmətli uşaqlar. Mən 216 nömrəli tam orta məktəbin rəqəmsal bacarıqlar müəlliməsi Cəbrayılova Vüsalə. Bu günləri sizlərlə 4-cü sinif mövzusu olan mətn prosessoru mövzusunun izahına baxmaq istəyirəm. Mövzunun izahına keçməmişdən öncə ötən mövzumuz olan Paint 3D qrafik redaktorunu sizlərlə təkrar etmək istəyirəm. Biz mövzunun izahında demişdik ki, Paint 3D qrafik redaktorunda ora 3D obyektlər əlavə edə bilirik, obyektlərin yerini dəyişə bilərik, həmin obyektləri döndərə bilərik və Paint 3D-ni sizlərə izah edərkən demişdim ki, adi Paint qrafik redaktoru ilə Paint 3D qrafik redaktorunun əsas cəhəti Paint 3D qrafik redaktorunda fiqurların həcmli olmasıdır. Baxın, qarşımıza belə bir sual çıxır. Fiqurlardan hansı həcmlidir? Biz bilirik ki, həcmli fiqurlar burada piramida, kub və dairədir. Yəni, fəza fiqurlardır. Dediyim kimi, həcmli fiqurlar hansılardır? Piramida, kub və dairədir. Deməli, əsas fərqimiz nə idi? Paint ilə və 3D Paint arasında. Paint qrafik redaktorunda müstəvi fiqurlarından, yəni baxın, burada göstərilib kvadrat, dairə, ürək fiqurlarından istifadə olunur. Paint 3D qrafik redaktorunda isə fəza fiqurlarından. Bura aiddir kub, konus, silindr, kürə, piramida. Bunların hamısı nədir? Fəza fiqurlardır. Bir də təkrar edək. Adi Paintdə müstəvi fiqurlarından, Paint 3D qrafik redaktorunda isə fəza fiqurlarından istifadə olunur. Gəlin indi mətn prosessoru dərsimizin izahına başlayaq. Uşaqlar, mətn prosessoru nədir? Mətn prosessoru adından göründüyü kimi ora mətnlərlə, mətn növ informasiya ilə işləmək üçün olan bir proqramdır. Biz proqram bilirik nədir? Proqram nə idi? Proqramın tərifini yadımıza salaq. Proqram istifadəçiyə, yəni insana müəyyən növ informasiya ilə işləmək üçün, kompüterdə müəyyən növ informasiya ilə işləmək üçün kömək olan alətlər idi. Bu proqramlara, məsəl üçün, nümunə çəkək. Məsəl üçün, biz hesablamalar aparmaq istəyirdik, kalkulyatordan istifadə edirdik. Hər hansı bir axtarış etmək istəyirdiksə, Google Chrome brauzerindən istifadə edirdik. Bunlar da nə idi? Öz növbəsində proqram adlanırdı. Növbəti proqramımız mətn prosessorudur. Mətn prosessoru nədir? Mətnləri tərtib etməyə, mətnlərə cədvəllər, sxemlər, şəkillər əlavə etməyə imkan yaradan mətn redaktorları mətn prosessoru adlanır. Bu cümləni dəftərinizə də qeyd edərsiniz. Bir də təkrar edək. Mətnləri tərtib etməyə, cədvəllər, sxemlər və şəkillər əlavə etməyə imkan yaradan mətn redaktorları mətn prosessorları adlanır. Mətn redaktoru ilə mətn prosessorunun ortaq və fərqli cəhətləri var. Ortaq cəhəti odur ki, hər iki proqramlarda mətn növ informasiyasından istifadə olunur. Birinci şəkildə göstərilən proqram Notepad, ikinci şəkildə göstərilən proqram isə Word adlanır. Notepad mətn redaktorudur. Mətn redaktorunda uşaqlar fərqli cəhətləri nədir bunların? Mətn redaktorunda sadəcə biz mətni yığa bilirik, yəni mətni yaza bilirik. Ora hər hansı bir şəkil mi deyim, cədvəl mi deyim, hər hansı bir sxem mi deyim, əlavə etmək olmur. Amma mətn prosessorlarında, yəni Word-də biz həm orada mətn yığa bilərik, həm ora şəkil əlavə edə bilərik, həm sxem əlavə edə bilərik. Yəni mətn prosessorunda əlavələr etmək olur. Amma mətn redaktorunda isə hər hansı bir əlavə, tərtibat yükləmək mümkün deyil. Gəlin indi belə bir situasiyaya baxaq. Biz bilirik ki, mətn prosessorunda yazmaq üçün əvvəlcə orada fayl yaratmaq lazımdır. Fayl yaradılması alqoritmi bu şəkildədir. Faylı yaratmaq, mətni faylda yazmaq, faylı yaddaşda saxlamaq. İlk öncə biz nə etməliyik? Mətn prosessorunu açmalıyıq təbii ki. Açandan sonra orada bizim qarşımıza ağ boş səhifə çıxır. Həmin fayl yaratmaq məhz budur. Mətni həmin boş ağ səhifəyə əlavə edirik, yəni mətni faylda yazırıq və sonda yazıb bitirəndən sonra faylımızı yaddaşda saxlamalıyıq.
Sonra gəlin belə bir situasiyaya baxaq. Doğma şəhərimiz haqqında məruzədə nələr danışa bilərik? Tutaq ki, biz yaşadığımız şəhər haqqında və yaxud da yaşadığımız ölkə haqqında hər hansı bir məruzə. Məruzə nədir? Yəni məlumat hazırlamaq istəyirik. Həmin məlumatı hazırlamaq üçün bizə nələr lazımdır? İlk öncə mətnimizin bizə adı lazımdır. Ad seçməliyik həmin mətnimizə. Sonra orada məruzədə danışa bilərik həmin şəhərin yerləşdiyi ərazidən, həmin şəhərdə olan görməli yerlərdən, həmin şəhərdə yaşamış, yaratmış, tanınmış insanlardan, həmin şəhərin tarixindən, sevimli yerlərindən, məsəl üçün hansı yerlərə getmək daha sizin üçün sevimlidirsə, o yerləri həmin məruzədə qeyd edə bilərsiniz. Yaxşı, tutaq ki, siz Bakı haqqında məruzə yazmaq istəyirsiniz və sizdə Bakı haqqında o qədər də çox məlumat yoxdur. Bəs məlumatı necə əldə edə bilərsiniz? Siz biz bilirik ki, Google Chrome axtarış brauzeridir və orada müxtəlif məlumatlar var. Google Chrome-a və yaxud da Google-a Bakının görməli yerləri haqqında axtarış verə bilərik və həmin axtarışdan sonra bizim üçün müəyyən, baxın, yaxından göstərdim, Bakı haqqında müəyyən məlumatlar göstərilir və biz istəyirik ki, bu məlumatları öz, necə deyirlər, məruzəmizə əlavə edək. Yaxşı, biz bu məlumatları bir-bir əllə yazmaqdansa, başqa hansı üsulla öz sənədimizə əlavə edə bilirik. Biz bilirik ki, üzr istəyirəm uşaqlar, biz bilirik ki, hər hansı bir sənədimizə nəyisə əlavə etmək üçün bizim müəyyən qısa düymələrimiz var. Həmin düymələr vasitəsilə həmin mətni biz kopyalayaraq bir yerdən digər yerə köçürə bilərik. Bunun üçün tutaq ki, biz Google-da axtarış verdik. Həmin mətni istəyirik ki, öz səhifəmizə əlavə edək. Bunun üçün əvvəlcə həmin mətni seçmək lazımdır. Tutaq ki, hansı ərazini, hansı cümlələri istəyiriksə, həmin cümlələri siçanın köməyi ilə və yaxud da əgər bütöv mətni istəyiriksə, Ctrl və A düyməsinə basaraq oradakı bütün məlumatı seçirik. Ctrl A düyməsi ilə hər şeyi seçirik. Sonra seçdikdən sonra həmin mətnin surətini, yəni kopyasını çıxarmaq lazımdır. Həmin kopya düymələrimiz hansılardır? Ctrl və C düymələrini, Ctrl və C düymələrini eyni vaxtda bir dəfə basırıq. Sonra və yaxud da həmin hissəni kəsmək istəyiriksə, Ctrl X düymələrini basırıq. Sonra gəlirik, açırıq Word sənədimizi və kursoru bir dəfə səhifəyə daxil edəndən sonra Ctrl və V düymələrini basırıq və həmin seçdiyimiz mətnin surətini çıxartdığımız mətn bizim öz sənədimizin daxilində görünür. Bir də qısa qol düymələrini deyək. Deməli, Ctrl C nədir? Mətnin surətini çıxartdı. Ctrl X mətni kəsdi. Məsəl üçün, mən bütün mətni istəmirəm. O mətnin içərisində 2 cümləni istəyirəm. Deməli, Ctrl X vasitəsilə həmin hissəni kəsə bilərəm. Ctrl V daxil edir. Ctrl A isə ekranda olan hər şeyi nə edir? Seçir. Baxaq, görək, belə bir nümunə verilib bizə. Deyir, Bakı haqqında məruzə nümunəsini təhlil edək. Bu cür mətni oxumaq rahatdırmı? Baxın, görürsünüz, burada verilən mətin demək olar ki, sözlər bir-birinin çox içindədir və demək olar ki, çox balaca, xırda şəkildə yazılıb. Gəlin, biz bu məruzəni necə daha maraqlı, daha gözəgəlimli şəklə gətirə bilərik. Gəlin, o haqqında bunu müzakirə edək. Başlıq əlavə edə bilərik. Başlıq əlavə etmək nədir? Yəni, bizim məruzəmiz nə haqqındadır? O haqqında məlumat əlavə edə bilərik. Sonra mətnin həcmini kiçiltmək. Görürsünüz, burada çox uzun sözlər yazılıb. Fikrimizi qısa və konkret şəkildə ifadə edə bilərik. Yəni, lazımsız cümlələri oradan silə bilərik. Mətni abzaslara bölə bilərik. Abzas nədir uşaqlar? Abzas nədir? Yeni fikri ifadə edirdi. Tutaq ki, mən Bakı yazmışam. Bakı Azərbaycan Respublikasının paytaxtıdır. Bundan sonraki fikri yeni abzasdan yaza bilərik. Vacib informasiyaları vurğulaya bilərik. Ya həmin, necə deyərlər, sözlərin rəngini dəyişə bilərik və yaxud da həmin sözləri daha qalın şriftlə yaza bilərik ki, bu da mətnin, necə deyərlər, daha gözəgəlimli şəkildə olmasına gətirib çıxarır. Baxın, burada həmin dediklərimizi icra ediblər. Bakı adlı başlıq veriblər. Lazımlı hissələrin altından xətt çəkiblər. Lazımlı hissələri daha bəlirgin şəkildə, yəni qara fonla
yazıblar ki, hansı ki bu da mətni daha gözəgəlimli şəkilə gətirib. Yaxşı, gəlin baxaq görək. Biz tutaq ki, biz bu faylı daha necə nələr əlavə edə bilərik? Bu fayla şəkil əlavə edə bilərik. Baxın burada baxın bu slaydımızda şəkil var. Həmin bu şəkli kompüterdən yükləyib, Google vasitəsilə kompüterə yükləyib həmin mətnimizin içinə daxil edə bilərik. Yəni bugünkü dərsimiz demək olar ki, bundan ibarətdir. Biz bugünkü dərsimizdə nə öyrəndik? Bir də onu ümumiləşdirək. Deməli, biz mətn prosesorlarında işləyə bilərik. Mətn prosesorlarında işləmək üçün bizə Word proqramı kömək edir. Word proqramında biz mətnləri redaktə edə bilərik. Üzr istəyirəm uşaqlar. Ora şəkil əlavə edə bilərik. Hər hansı bir cədvəl, sxem əlavə edə bilərik və olan məlumatın daha gözəgəlimli, darıxdırıcı olmamağı üçün həmin mətnə başlıq verə bilərik, cümlələri fərqli rəngdə seçə bilərik və lazımlı hissələri vurğulaya bilərik. Və bizim qısa qol düymələrimiz var idi, qısa yol düymələrimiz var idi. Bu da Ctrl+C, Ctrl+X, Ctrl+V və Ctrl+A düymələri idi. Yəni bugünkü dərsimiz ümumi olaraq bu qədərdir. Ümid edirəm ki, qısa da olsa nəzəri şəkildə məlumat verə bildim. Təbii ki, dərsimizin daha çox tətbiq hissəsi dərs müddətində sinifdə baş verir. Bu isə sizə qısa olaraq nəzəri məlumat vermək üçün çəkilmiş bir videodur. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, hər birinizə az da olsa mətn prosesoru haqqında hər birinizdə müəyyən fikirlər formalaşdıra bildik. Təşəkkürlər.